Keçən postumda evin qarşısı çox soruşuldu. Mən də fikirləşdim ki, yeni ev tikənlərə, təmir edənlərə fikir olsun. Evimizin qarşısı 6-cı dəfədir dəyişilir. 2 pəncərə, 1 qapıdır. Pilləkən evin içərisindədir. Burada mənim istifadə etmədiyim geniş yay mətbəxi var idi. Fikirləşdik ki, pilləkəni həyətə çıxardıq. Mən də dedim ki, ustaya ehtiyac yoxdur. Bir çıxma ilə pilləkəni həyətə çıxardaram. Dediyimi də etdim. Bir çıxma ilə pilləkəni həyətə çıxardarkən həyətin bu vəziyyətə qalacağını heç düşünməmişdim. İndi deyəcəksiniz ki, evin içərisindəki pilləkana nə oldu? Gedək baxaq görək pilləkana nə oldu. Burada pilləkən tikilərkən evin içərisindəki pilləkəni də betonlayıb bağladı. O sırada balkonu da ləğv etdilər. Balkonu da ləğv etmişkən ortaya belə gözəl, geniş, fərah bir mətbəx alındı. Evdəki mətbəxi də oğluma otaq etdim. Pəncərə yerinə isə televizor qoyuldu. Hər şey belə gözəl gedərkən biz yenidən evin qarşısını dəyişmək qərarına gəldik. Fikirləşdik ki, evin üzərində heç bir şey yoxdur. Qarşıdan yağışlar, qarlar gəlir, evin qapısı mətbəxə açılır. Bura bir ayaqaltı düzəldək. Balkon düzəltmək qərarına gəldik. Balkon düzəltmişkən də dedik ki, cam balkon edək. Cam balkon alınmadığına görə plastiklə bağladıq. Hər tərəfi plastiklə bağlayandan sonra yerdə seçimimiz ağ metlaq oldu. Yayda təmirinə başladığımız balkona artıq payız gəlmişdi. Payız bitib qış gəlmişdi. Balkonum qar da gördü. Amma onu deyim ki, evin qabağı çox gözəl görsənirdi. Nəhayət ki, havalar isindi, yaz gəldi. Dedik yaz gəlmişkən də bu səfər də pilləkənin qırağına dəmir tutacaqlar düzəltdirək. Onu da düzəltdirib balkonun keyfini çıxartmağın vaxtıdır. Amma hələ bununla bitmədi. Evin içində təmir gedir. İzləmədə qalın, davamı olacaq. Hələlik